şagirdlər, xoş gördük tərbiyənizi. Mənim adım Nuriyə Abbasova, Türk Xeyriyyə Cəmiyyət İctimai Birliyinin sədriyəm. Biz bugün Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə yardımı ilə bullyingə məruz qalan məktəblilər arasında ictimai vəkillik mövzusunda ictimai vəkillik üzrə layihənin icrası üzrə 295 sayılı məktəbdə təlim keçirməyə başladıq. Hər birinizi bir daha salamlayıram. Mən məlumat vermək istəyirəm layihə haqqında. Layihənin əsas məqsədi bullyingə məruz qalan və ya məruz qalma təhlükəsi ilə üzləşən uşaqlar arasında maarifləndirmə təlimlərinin həyata keçirilməsi və eyni zamanda həmin şagirdlərlə sosioloji, hüquqşünas, psixoloq qiymətləndirmə aparacaq və qrup işləri keçiriləcəkdir. Bugün bizim təlimçimiz Sara Ağayeva sizə bullyinglə bağlı, bullying nədir mövzusunda təlim keçəcək. Eyni zamanda qrup şəklində də oyunlar vasitəsilə də maarifləndirici təlim olacaq bugün. Hər birinizə uğurlar arzulayıram, çox xahiş edirəm aktiv şəkildə iştirak edəsiniz. Uğurlar, buyurun Sara xanım. Çox sağ olun. Salam dostlar. Hər birinizi salamlayıram. İndi Nuriyə xanım da qeyd elədiyi kimi biz keçəcəyik təlimimizə. Bugünkü təlimimiz bu ildə məruz qalmış məktəblər arasındakı ictimai vəkillik hissəsidir və təlimimizdə məqsəd hissəsinə keçdiyimiz zaman görəcəksiniz ki, məktəblər arasında bullyingin nə olduğunu, bullyingin hansı növləri olduğunu bəzən biz zarafat edirik dostlar, amma bir düşünürük ki, bu zarafatdır, amma bunun bullying ola biləcəyi hissələrə aid ediləcəyik, tamam mı? Ona görə də və bullying davranışlarını tanımaq, hansı sizə qarşı olunan hərəkətlər bu bullying hesab oluna bilər və yaxud əksinə, sizin elədiyiniz hansı hərəkətlər bullying hesab oluna bilər başqalarına. Bunun üzərindən sizinlə keçəcəyik və sonunda da biz bir dənə qrup işi ilə birlikdə hansı şagirdlərin davranışları ola bilər, onları yazacağıq, özümüz üçün saxlayacağıq ki, bullying deyəndə nə düşünürük? Xanımlar və bəylər, bullying deyəndə nə düşünürük? Sinifdə şagirdləri pis rəftar etmək kimi bir şey ola bilər. Bu bir cavabımızdır. Bullying nədir? Sinif yoldaşlarınız ilə zarafat, elə zarafat etməliyik ki, onlar düşməsin və ya fikirlərlə eləsin. Əla. Uşaqları ayırmaq. Yəni uşaqlar arasında uşaqlardan birini özlərindən biri sayılmaq. Razısınız bu fikirlərlə dostlar? Əla. Bullying, zorakılıq, təhqir hücum. Necə aydınlaşdırır qızlar aydın olmayan hissələr? Razısınız bunlar? Razı olmadığınız hissələrdə qeyd edin və fikirlərinizi bildirin. Nəyə əsasən razı değilsiniz? Bullying uşaqlara qarşı olan zorakılıq. Razısınız yoxsa yox? Bullying məncə dostlarına pis davranmaqdır. Deyil mi? Bu nə oldu? Yəni necə bu tərəfə? Məncə bullying bir uşağa pis rəftar etmək kimi bir şey ola bilər. Razıyıq? Bullying kimsəyə oxumağa cəhd edəcək. Bullying hücum etmək, təhqir etmək, kimsəyə lağa qoymaq və o birisi də oxuya bilmək. Tamam mı? Yazı məhsul olacaq. Bullying budur ki, təkrar etmək, ona qarşı xoş olmayan hərəkətlər etmək. Bullying birini təkləmək, başqa bir şeylə əzvəkdir,
davranmaq şəklində davranışlar ola bilər. Bullying hər hansı bir adama hörmətsizlik etmək ola bilər. Təhqir eləmək, incitmək, pis rəftar etmək, kobud davranmaq, zarafat və təhqir. Bullying sinif yoldaşlarımızla pis davranmaq, pis zarafatlar etmək və dostlarımızı lağa qoymaqdır. Uşaqlara qarşı zorakılıq bullying hesab olunur. Uşaqlara qarşı pis, zorba davranmaq, sinif yoldaşımızın gibi. Və sonuncu, hansısa uşaq istismara məruz qalması bullying hesab olunur. Qeyd olunanlarla razılaşmadığınız hissələr var mı? Bəylər və xanımlar? Var mı? Yoxdur. Hamısı ilə razıyıq? Əla. O zaman mən də sizə bullyingin nə olduğunu qısa bir təsvir edeyim. Qeyd edin ki, dediklərinizin hamısı doğrudur. Heç bir yanlış deyilən bir şey yoxdur, sizin fikrinizcə olan. Mən bunu biraz daha ümumiləşdirəcəm və konkretləşdirib sizə deyəcəm. Bullying bir şəxsin digərinə qəsdən, sözlərlə, davranışla, hərəkətlə zərər verməsidir. Tamam mı? Biz birazdan keçəcəyik növlərini orada görəcəksiniz. Tamam mı dostlar? Növbəti. Sualım siz olacaq. Bullying sizcə harada baş verir? Məktəbdə. Əla, məktəbdə, buyur. Aferin, zənglərdə. İnternetdə, əla. Başqa? Bu tərəfdən var mı? Buyur. Küçədə, möhtəşəm, çox sağ olun. Var idi mülkədə? Buyurun, xanımlar. Amma əla, onu təcrid etmək qrupdan. Super. Xanım, buyurun. Əla, super, əla. Hepinizə fikri var mı? Bununla bağlı, buyur. Təkrarına bilirlər uşaqlar. Əla. İcmada. Əla. Misal göstərirlərsə icma ilə bağlı. İdmanda. Əla, idmanda. Super, təşəkkürlər. Bəs icmada ola bilər sizcə? Yox? Birazdan gələr yanında o hissəyə. Başqa kimisə fikir var mı? Yoxsa davam edək. Eynən, sizin qeyd elədiyiniz kimi, bu məktəbdə baş verə biləcək, sinifdə baş verə biləcək, dərs zamanı baş verə bilər, tənəffüs zamanı baş verə bilər. Məktəb ərazisində biz bunu oyun idmana gedirsinizsə, idman zalında baş verəcək, oyunda baş verə biləcək, qonşuluqda və küçədə baş vermiş ola bilər. İnternet və sosial şəbəkələrdə çox gözəl qeyd elədi bayaq sinif yoldaşımız. Orada baş verə biləcək, deyilmən, sosial media platformalarında baş verə bilər. Bəs o zaman sualım belə olacaq, bu nə vaxt baş verə bilər? Bu məktəb saatlarında baş verə bilər, tamam mı? Tənəffüsdə, dərs zamanı da bu məktəbdə və məktəbdən sonra da sən evinizə getdiyiniz zaman və internet şəbəkələrindən istifadə etdiyiniz zaman baş vermiş ola bilər. Növbəti Gülşən xanım. İndi gəlir əsas məsələ. Gəlin dostlar, bəzən biz zarafatla bullyingi qarışdırırıq. Tamam mı? Bullyinglə zarafatı qarışdırırıq. Ona görə sizdən bir oyun edəcəyik. Mən sizə bir cümlələr oxuyacağım və bu cümlədən sizdən soruşacağım. Sizcə bu bullyingdir, yoxsa zarafatdır? Bullying desəniz əlinizi qaldırın, zarafat deyənlər isə əl qaldırmasınlar. Yaxşı mı? Olar? O zaman başlayalım. Ben buradan görürüm daha yaxşı oxuyum. Dostumun adını dəyişib hər gün ondan vaxt etmək. Bullyingdir, yoxsa zarafat? Bullying deyənlər əllərini qaldırsın. Əla. Əla. Bəs bullying olmadığını düşünüb zarafat olduğunu düşünən kimsə var aranızda? Bunun zarafat olduğunu düşünənlər var. Zarafat olduğunu düşünürsən? Yox. Əlin baxmışdım ki, bəlkə nəyə görə zarafat? Əla dostlar, bəli. Biz kiminsə adını dəyişib, onu laf ediriksə, bu bullyingdir, bu zarafat deyil. Sosial şəbəkələrin birində sinif yoldaşınızın və ya dostunuzun şəklini icazəsiz paylaşırsınız. Bu bullyingdirmi? İcazəsiz paylaşma olmaz. Əla, icazə olmaz. Və aranızda kimsə var düşünür ki, əllərinizi sala bilərsiniz, düşünürsünüz ki, bu zarafatdır deyə düşünə bilənlər var. Yoxdur, super. Dostuna bugün necə gözəl görsənirsən demək. Bullyingdirmi, yoxsa kompliment? Bullyingdir olduğunu düşünən var kimsə?
zarafatla söz deyir ve bunu gülürler. Humoristik bir söz deyir ve buna herkes gülür. Sizce bu zarafat bullyingdir? Tamam. Grup içində bir uşaq digərlərini davamlı təhqir edir və digərləri bundan qorxur. Bullyingdir. Dostların bir-birinin adlarını gülərək dəyişdirir və hər ikisi gülürlər. Bullying olduğunu düşünənlər var bundan bağlı. Düşünürsən bullying olduğunu. Tamam, o zaman buna əsaslandırır bizim üçün ki. Nəyə görə siz düşünürsünüz ki, iki dost bir-birinin adını dəyişib buna gülürsə bu bullyingdir? Çünkü insanlar birbirinin adını değişme olmalı. Kimse bunu size karşı ederse siz bunun bullying olduğunu düşüneceksiniz. Tamam, düşünsünüz. Bu da sizin fikriniz. Ama normalde böyle götürende biz bunun bullying yok. Bunu daha çok zarafat gibi götürürük. Çünkü ikisi birbiriyle öz arasında her hansı bir təhqir edici olmayan bir ad formasında adı değişirler ve her ikisi de gülürse bu zaman biz bunu bullying götürürük. Ama sizin de fikrinizi hörmətlə yanaşır. Sosial şəbəkələrdə birini yansılamaq və onu utandırmaq məqsədilə şəkil paylaşmaq. Bullying olmadığını düşünən var aranızda? Yok? Yok? Dostuna zarafatla sen çok maraklısın deyirsinizsə. Dostunuza zarafatla deyirsən ki, sen çok maraklısın. Zarafatla. Sinifdə bir uşaq digərinin əşyalarını gizlədir və bunu tapmaqda çətinlik çəkir. Zarafat deyənlər? Aha. O zaman zarafat deyənlər bunu əsaslandıra bilərsiniz. Fikrinizə nəyə görə düşünürsünüz zarafatla? Buyurun. Kimsə var mı bunu əsaslandıra biləcək? Dostunun sinifdə bir uşaq digərinin əşyasını gizlədir ve diğer uşaqda bunu tapmaqda çətinlik çəkir. Bu bullyingdir, yoxsa bu zarafat? Bullying deyənlər əlini qaldırsın. Əla. Zarafat deyənlər əlini qaldırsın. Əla. İndi zarafat deyənlərdən xahişim olacaq ki, bunun məsəl üçün zarafat olduğunu düşündüyünüz hissəni bizim üçün bir izah etmək. Buyurun. O zaman bunun zarafat mı, bullying mi? Yok, ona dedik ki gizleyecek de bir gün ve tapabilir. Biri gizler. Bullying. Dostlar, bu da bullying. Aha. Dostlar, siz şagirddə özünüzü her zaman təhlükəsiz hiss eləməlisiniz. Bu məktəbdə də, küçədə də, evdə də bu formada olmalı. Tamam mı? Ve her biriniz bu təhlükəsizliyi hiss etmədiyiniz zaman nələr etmək lazımdır? Onu birazdan bir növbəti slaytlar verəcək. Amma birinci növbədə harada olursunuz da, ayrıca indi burada soruşsam sizdən ki, hal-hazırda burada olmağınız sizin özünüzü təhlükəsiz hiss eləməyinizə səbəbdirmi? Yoxsa kimsə özünü burada təhlükəli hiss edir? Yox, var təhlükəli hiss edir. Yoxdur, əla. Yəni, hər dəfə haqqası olanda hansısa bir məkanda özünüz üçün bu sualı verin. Hal-hazırda mən təhlükəsizəm, yoxsa yox? Yaxşı mı? İkincisi, hər birimiz başqalarının hisslərini, emosiyalarını başa düşməli, onlara hörmətlə yanaşmalı və empatiya göstərməli. Tamam mı dostlar? Zarafatla bullying arasındakı sərhəddə bilməli. Yəni, siz özünüz də bilməlisiniz ki, hansı hissələrdə siz zarafat edirsiniz, hansı hissələrdə bullying. Eləcə də sizə qarşı olunan bullyingdir, yoxsa zarafatdır. Əgər qarşı tərəfi incimirsə, qorxursa və ya utanırsa, bu bullyingdir. Tamam mı? Eyni formada siz özünüz. Məsəl üçün, mən sizinlə danışıram, amma bu sizi incidəcək hər hansı bir söz varsa, hərəkət varsa, siz artıq düşünməlisiniz ki, bu sizə qarşı mən tərəfdən oluna biləcək bir bullyingdə ola bilər. Tamam mı? Sadəcə misalı öz üzərindən göstər, digərlərindən də gedə bilərsiniz. İndi gəlin bullyingin növlərinə gedək. Siz bullyingin hansı növlərini tanıyırsınız? Fiziki və kibir, əla, buyur. Bir uşağı təkləmək. Okey. Buna ne başqa? Kibirimiz var, fiziki var, əla. Okey, sözlü.
Biz ki bu linklərdə bizə kimsə vurması, itələməsi, məsəl üçün bir şagirdin digərinin çantasını götürüb itələməsi, vurması, bu bizə fizikidir. Yəni, bizə toxunurlar. Deyil dostlar. İkincisi, şifahi bullying. Sizin qeyd elədiyiniz kimi sözlü şəkildə. Məsəl üçün, təhqir eləmək, nalayiq sözlər demək, təhdid etmək. Bütün bunlar, məsələn, sən heç kimə lazım deyilsən kimi ifadələr işləmək artıq şifahi, yəni sözlü bullying geçəcək. Və sosial bullying var. Sosial bullying bayağı başda başlayanda xanım biz qeyd elədik ki, qrupdan məsələn təcrid eləmək kimisə qrup işi görülür, amma qrup işində digərini alır. Sosial bullying dedikdə artıq kimisə izolyasiya, sosial izolyasiya eləmək qrupdan ayrılır. Tamam mı dostlar? Və kiberbullying. Kiberbullying'i bayaqdan danışdığımız hissədir. İnternetdə, sosial şəbəkələrdə kimlərimiz icazəsiz şəklin paylaşmaq və yaxud da ki, şəklin üzərində dəyişikliklər eləmək, paylaşmaq və ya onu orada məlumatlarını yaymaq, sosial şəbəkələrdə açıq formada hər kəsi görə biləcək. Və şəklinin altından nalayiq sözlər yazmaq və s. verilməkdə təhqir etmək, bunlar hamısı kiberbullyingə edəcəkdir. Mahnı qoymaq, eyləm, əgər onun da təhqir edilecək bir mahnı isə və s. eyləm olmalı olur. Tam razıyım, teşekkürlər. Necə olur? Nəsə demək istəyirdiniz siz? Eyləm. Fikriniz varsa bildirə bilərsiniz. Amma növbətinə keçirik biz. Sizə bəzi cümlələr oxuyacağım və sizdən xahişim nə olacaq bu bəzi cümlələrdə. Bu cümlələri görün, bizim o saydığımız bayaq ki 4 dənə bullyingin növünün hansına aidiyyatı var? Olar mı belə bir forma? Məsəl üçün, bir şagird digər şagirdin çantasını götürür və itələyir. Afərin, afərin. Sən çox ağılsızsan demək. Möhtəşəm. Oyun meydanında bir uşaq digərlərini bir uşaqlı, digər uşaqlar oyuna çağırırlar. Təcrid edirik, çağırmır, qoşmur. Deyir ki, bizim artıq yerimiz doludur. Futbolda 11 nəfər oynamalıdır, yəni sən oynamağına ehtiyac yoxdur. Amma halda futbolda 10 nəfər var, 1 nəfər də qoşular. Anladabildim mi? Sosial şəbəkələrdə kiminsə şəklini icazəsiz paylaşılır. Davamlı olaraq mesajla təhqir etmək. Çünki mesajla nəyinə yazır? WhatsApp-a yaza bilərik, Instagram-dan yaza bilərik və yaxud da ki, sadəcə telefonda mesaj bölməsindən. Amma nəydir? İnternet, Weber, aferin. Sinifdə bir uşağı təcrid etmək. Sosial. Yəni, belə deyil, uşaqlar. Şifahi sözlüdür, təhqir edirəm, tamam mı? Təhqir edirəm, tənqid edirəm, nalayiq sözlər deyirəm. Sosial isə özümdən tənqirəm, qrupdan çıxardıram, cəmiyyətdən çıxardıram, sinifdən təcrid edirəm. İndi birazdan video baxacaq, axırda görəcəksiniz siz orada, tamam mı? Başqasının əşyalarını gizlətmək. Bir şagirdi daim digərlərin geyiminə və görünüşünə görə gülmək. Şifahi. Şifahi. Telefonla zəng edib qorxutmaq və ya hədələşmək. Yeni gələn şagirdi qrupdan uzaq tutmaq. Bir uşaq digərlərin haqqında yalan şayiələr yayırsa. Bu sosialdır. Sosial. Çünki niyə təcrid edirəm? Şifahi. Var mı ağlımıza gələn? Pisləməklə mi? Pisləməklə, okey, bunu yadda saxlayaq, amma sonra gedərik nədir? Şiddət, özü şiddət edir hər uşaq, yoxsa ona danışır. Yəni, o zaman sizə kömək edək, dostlar. Bu ildə məruz qalacaq, məgər məktəb hissəsindən gedirsə, məktəbə getmək istər. Tamam mı? Aferin, aferin. Ana da bizim fikrimiz sizə. Çox biz məktəbə getməməyə misal çəkdim, çox sağ olun, təşəkkür edirəm. Buyur. Aferin, əla. Başqa hansı əlamətlər görə bilərik? Buyur. Aferin.
Yoxsunda bozuntu ola bilər. Yeməyində bozuntu ola bilər. Ya çox yeməyə başlaya bilər, ya özünə zərər vermə ola bilər. Eyni otaqdan çıxmamaq, özünü təcrid etmək əla. Eynən, aklı dostları ilə oturub durmamaq, başqaları ilə münasibət qurmamaq, kənar oturmaq, eynən və ya fiziki şiddətlisə fiziki artıq orada bizlər ola biləcək, gülərmələr, əsəb pozuntusu, afərin, qorxu, heç kimlə danışmamaq, depresiya, afərin, həyəcan, qorxu, depresiya, stres, əla, əla dostlar, hamısını demək olar ki, burada qeyd elədiniz. Kədərli olması, keyfsiz olması, stresli olması, depresiv vəziyyətdə düşməsi. Necə? Travma ola bilər. Baxın, bullyingin dərəcəsini Aytaç xanım psixologumuz birazdan sizdən danışacaq. Yaxşımı? Keçək mi? Bunları danışıq hamısını. Keçək? Keçək bunu da? Aha. Buyurun. Gəlin, indi biz sizdən bullyingin əlamətlərini bildiniz. Düzdürmü dostlar? Yəni, belə bir əlamətlər gördüyümüz zaman onun bullyingə məruz qalma ehtimalının ola bildirəcəyini düşünür. Həm özümüzdə bəlkə sezgilik, həm məsəl üçün evdə bacı qardaşımızdan, həm dostlarımızdan. Yaxşı dostlar, bunu yadımızda saxlayın. İndi sizdən nə istəyəcəm? Sonuncu bir hissəmizdir. Bizim bölməmiz hissəsi bu şagirdin hansı davranışları ola bilər. Tamam mı? Bununla bağlı sizdən nə xahiş edəcək? Bunu bir əvvələ qayda bilərək düşək. Tamam, buna görə onda siz davranışırsınız. Sizdən xahişim nə olacaq? Bizdə neçə nəfərik hal-hazırda? Sonuncu siyahını bitirməmişik siyahınızı. 27 nəfərik, düzdür mü dostlar? Gəlin o zaman belə bir şeyini. 1-dən 5-ə qədər sayın. Sonra təzdən 1-dən 5-ə qədər. 1, 5. İndi 1. Afərin. 4, 5, 2, Əsas 4. 5. Başlığımız azalır dostlar. Yəni təqdimatımız da var. Minimum 5 dəqiqə. Minimum 5 dəqiqə. Vaxtımız bitti dostlar. Yavaş yavaş eğitimlendik. Tamam, əvvəlcə sizə 2 dəqiqədə vaxt verdik. 2 dəqiqədə vaxtımız. Ayağlar, siz 6 yaş içmişsiniz. Başqa nə ola bilər? Biz bitirir demək olar ki. 3, 4, 5 bitirirsiniz mi? Vaxtımız çünki bitir. Az qalın. Aferin. 3-cü qrupda bitirdik. 2-ci qrupda bitirdik. Əla. 4-dən 5 qaldı. Bitiririk mi 4-dən 5? Resimlərinizi çəkə bilərsiniz. Vaxtlarınızı əlbəttə ki, götürün. Zaten dedim olar. Bitir bakalım. 5-ci qrup, 4-cü